Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərinə səfər ediblər. Dövlət başçısı və birinci xanım təməl qoyma mərasimlərində iştirak edib, görülən işlərlə tanış olublar. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Prezident İlham Əliyevə şəhərdə aparılan tikinti quruculuq işləri barədə məlumat verilib. Dövlət başçısı Azərbaycan MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməl qoyma mərasimində iştirak edib. Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Prezident İlham Əliyev Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə də tanış olub. Gəncə Memorial kompleksində görülən işlərlə də tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 4 hektar təşkil edəcək kompleksdə 2 mərtəbəli muzey binası və sərgi zalı olacaq. Prezident İlham Əliyev Hacıkənd İstirahət kompleksinin tikintisi ilə də tanış olub. Qeyd olunub ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən kompleksdə eyni vaxtda 452 qonağı qəbul etmək mümkün olacaq.